Salam əziz müəllimlər, mən Kənan Cəfərli, FES Akademiya Coğrafiya üzrə təlimçiyəm. Bildiyimiz kimi sabahları artıq imtahandır. İmtahanda hər birinizə uğurlar arzu edirəm. Bilirəm, hər biriniz həyəcanlısınız. Deyirsiniz ki, imtahan birdən çətin düşər, amma elə düşməyəcək. Narahat olmayın, imtahan asan olacaq inşallah. Siz də imtahanda gedib qəşəng nəticələr toplayacaqsınız. Və mən düşündüm ki, bir çox müəllimlərin qarışdırdığı, bir çox müəllimlərin bəzən misal üzərində yalnız əzbərlədiyi, amma onu real olaraq başa düşmədiyi bir məsələ var. Və həmin məsələ də bəzən imtahanlarda istifadə olunur. Düşündüm ki, sabahlar gələr sertifikasiya imtahanında da istifadə olunmuş olar. Ona görə nə edirik? Həmin məsələnin bu günləri izahına baxırıq. Özü də qlobus üzərində izah edəcəm ki, sizin üçün daha əyani olsun, daha rahat olmuş olsun əziz müəllimlər. Görək o hansı sualdır? Baxıram. Təyyarə ilə Bakı ilə eyni enlikdə yerləşən və onunla 180 dərəcəlik uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. Baxın, Bakı şəhəri yerləşir 50 dərəcə şərq uzunluğunda, düzdür? Biz demişik ki, 180 dərəcəlik fərq deyəndə nədir? Həmin meridianın əksi. Hər hansı meridianın mən əksini tapanda nə edirəm? Onu 180-dən çıxıram. Baxın, 180-dən çıxacam 50-ni. Etmiş olacaq 130 və yarımkürəsini də dəyişdirəm, edirəm qərb. Şərqsə qərbdir, qərbsə şərq olacaq. İndi deyir, o əvvəlcə 0 dərəcə azimutla, sonra isə 180 dərəcə azimutla eyni meridian çevrəsi üzrə cəmi 11100 kilometr məsafə qatdı. Bunu 111-ə böləcəm, edəcək 100 dərəcə. Baxın, müəllimlər. Baxın, tutaq ki, Bakı şəhəridir, düzdür? Bakı şəhərinin yerləşdiyi meridian, Bakı şəhərinin yerləşdiyi meridian haradır? Baxın, 50 dərəcə şərq uzunluğu. Tutaq ki, bu meridiandır. Biz bilirik ki, meridian çevrədir və yer də kürədirsə, bu meridianın əksi haradır? Digər üzdür. Baxın, qlobusun, yəni yer səthinin digər üzü olmuş olacaq. Baxın, məsələn, bu meridian buradadırsa, bu formada mən nə edəcəm? Tam olaraq digər yarımkürədə əksinə görmüş olacaq. İndi eyni olaraq 0 dərəcə azimutla. Mən burada, baxın, Bakı şəhərinin yerləşdiyi meridian çevrəsinin əksi olan meridianımız var. Hansı meridiandır? 130 dərəcə qərb uzunluğudur. Baxaq görək haradadır. Tutaq ki, burada 130 qərb uzunluğunun üzərində dayanmışam və 130 qərb uzunluğundan 40 şimal enliyindən gəlirəm. Baxın burada. Gəlirəm yavaş-yavaş, gəldim, çatdım qütbə. Durdum burada. Və qütbdən mən hara getməliyəm? Təbii ki, yerin digər üzünə keçməliyəm. Meridian çevrəsinin əksi olaraq. 100 dərəcədir, düzdür? 40 dərəcə şimal enliyindən gəldim 50 dərəcəsini 90-a qədər. Çatdım burada qütbə. Baxın, dayandıq bu qütbdə. İndi qütbdən də yerinə 50 dərəcə nə etməliyəm? Digər üzdə, baxın, 50 dərəcə şərq uzunluğu ilə nə etməliyəm? Cənuba doğru gəlməliyəm. 90 dərəcədən enlikdən 50 dərəcə cənuba gəlsəm, gəlib çıxacam 40 dərəcə şimal enliyinə. İndi meridian çevrəmiz oldu. 50 şərq uzunluğu 40 şimal enliyi olmuş oldu. Deməli, mən nə etdim? Gəldim, çatdım bura. Sadəcə digər üzdən, yəni 130 qərb uzunluğundan gəldim, çatdım bu biri tərəfə. Cavab variantımız olacaq 40 şimal enliyi, 50 şərq uzunluğu. Gördünüzmü? Nə asandır. İnşallah sabahlarda siz də qəşəng yazacaqsınız, narahat olmayın. Biraz həyəcansız olun, həyəcanlanmayın. Sadəcə imtahandır, imtahana gedirik, normal olan bir şeydir. Yəni ömrümüz zaten imtahanlarla keçib. Uşaqlıqdan bəri ancaq imtahan veririk. İlk dəfə imtahana girmirik. Buna görə nə etməliyik? Rahat olmalıyıq. Relax, rahat. İmtahandır, sadəcə getdik, oturduq, yazdıq, özümüz üçün gəldik. Mənə də zəng edib ki, müəllim bu qədər yazdım, все. Sabahlarda inşallah imtahandan siz çıxan kimi bir dənə canlı açırıq, hamımız qoşuluruq oraq, görək nə edirik? Necə yazmışıq? Ümumi ölkə üzrə nəticələrimiz necədir? Razıyıqmı, narazıyıq və s. Oldu, hər birinizə uğurlar arzu edirəm. Allah hər birinizin yolunu açıq etsin. Bol şanslar, bol uğurlar arzu edirəm. Sağ olun əziz müəllimlər.